Salam, hörmətli izləyicilər. Zəhmət olmasa bu videonu bəyənin və YouTube kanalına abunə olun ki, daha çox şəxsin xəbəri olsun. Məsələ burasındadır ki, hamı mənə müraciət edərək hüquqi məsləhət almaq üçün bilir ki, mənim vəsəyin müddətinin vaxtı bitib, mən vəsəyi ala bilərəmmi və yaxud mənə müəyyən səbəblərdən vəsəyi vermir, evdən çıxardırlar məni. Atamın dünyasını dəyişib, qardaşım evdən çıxardır və yaxud anamın dünyasını dəyişib, evi anamın adından eləyində qardaşım məni evdən çıxardıb vəsəyi pay götürüb və yaxud sual verirlər ki, eyni zamanda mən ailə üzvlərindən qalırdım, uşaqlarımla qalırdım, indi uşaqlarım da çıxmalıdırmı? İndi mən hüquqşünas Zaur Seyidzadə bu məsələyə aydınlıq gətirəcəm. Xeyr, heç kim çıxmamalıdır. Niyə? İndi izah edirəm, videoya baxın, hər şey aydın olsun, sona qədər baxın, hörmətli izləyicilər. Əgər ikincədən məsləhət istəsə, fərdi qaydada qeyd olunan WhatsApp nömrəsinə əlaqə saxlaya bilər, hörmətli izləyicilər. Deməli, məsələ budadır ki, hörmətli izləyicilər, vəsəyi olduğu zaman vəsənin öz payı var. Hamı bilir ki, vəsə arasında bölünür. Amma bizlər görürsə, müəyyən səbəblərdən vəsəyi müddəti buraxır, vəsəyi qəbul olunmur və yaxud vəsəətnamə verən şəxsi vəsəətnamədə yazır ki, mən digər vəsəyi belirlə vəsəyi payını verməsinə imtina edirəm, təxmini belə bir söz yazır. O halda belə bir vəsə varsa, digər uşaqlar həmin evdə qalırsa, vəfat edənin qohumlarıdırsa, qohum dildə, yəni belə ər-arvad, oğul qız, nəvələrdirsə, o halda oranın qeydiyyatı varsa, mütləq oranın orada yaşama hüququ var. Hətta bir şey deyim, gəlindirsə, gəlin gəlibsə, ərliyi təyin olunubsa, himayəsində ərliyi olan uşaq varsa, o uşağın da orada qalma hüququ var. Ümumiyyətlə, kinini asılı olmayaq, o evdə qalırsa, ərliyi təyin olunubsa, bunu mən həmin ərliyi olan şəxs kimi deyəm, ərli arabasında olan şəxs kimi deyəm, həmin hüquqşünas kimi deyəm. Hörmətli izləyicilər, nəzərə alın, qalma hüququ var. Digər məsələ ondan ibarətdir ki, deyirlər ki, bəs mən vəsəyi payını götürmədim, indi nə etməliyəm? İnsanlar düşünür ki, bizdə 2023-cü ilin dekabr ayının qanun qəbul olundu. Daha düzgün Ali Məhkəmənin premium qərarı var ki, yəni ki, o vaxta qədər kim vəsəyi götürmürsə, imtina edilmiş hesab olundu. Ondan sonra qanun qəbul olundu ki, artıq götürmədiyiniz halda da vəsə hesab olunursunuz. Bu bir mənalı şəkildə qeyd olunur ki, yəni ki, hörmətli izləyicilər, vəs payı açıq qalır. Əgər mülkiyyət sahibi 2023-cü dekabr ayının 23-dən rəhmətə gedibsə, nəzərə alın.